Salam, gəlin bugün biologiyanın ən qəliz məsələlərindən birini götürək və onu, bilirsiniz, hamının başa düşəcəyi sadə bir çərçivəyə salaq. Başlayaq? Yaxşı, bəs necə olur ki, sadə bir diaqram onlarla fərqli sualın cavabını özündə gizlədir? Hə, cavab çox sadədir. Bütün bu mürəkkəb sualların kökündə dayanan tək bir proses var. Bir hüceyrə necə olur ki, düz 128 hüceyrəyə çevrilir? Gəlin elə bu fundamental prosesdən başlayaq. Deməli, hər şey məhz bu proseslə başlayır. Baxın, əgər bunu dərindən anlasanız, qalan hər şey sanki bir puzzle hissələri kimi öz-özünə yerinə oturacaq. Bu, bizim bütün hesablamalarımızın təməlidir. Yaxşı, işə başlamazdan əvvəl, gəlin, belə deyək, oyundakı əsas fiqurlarımızı tanıyaq. Birincisi, zigot. Bu bizim başlanğıc nöqtəmizdir. Hər şeyi başladan o tək, ilkin hüceyrə. Blastomerlər isə zigotun bölünməsindən sonra yaranan bütün o digər hüceyrələrdir. Biri başlanğıc, digərləri isə nəticə. Hə, baxın, bütün sehir məhz bu slayddadır. Proses qətiyyən xaotik deyil, özünə məxsus bir ritmi, bir ardıcıllığı var. Fikir verin, 2 dəfə uzununa bölünür, sonra bir dəfə eninə, sonra yenə uzununa, sonra yenə eninə. Bu naxışı beyninizə həkk edin. Çünki bütün hesablamalarımızın açarı bizim yol xəritəmiz. Məhz bu. Yaxşı, gəlin indi keçək ilk, ən sadə hesablamamıza. Bu, yəqin ki, ən çox qarşınıza çıxan sualdır. Bütün prosesin sonunda cəmi neçə hüceyrə bölünməyə məruz qalıb. Aha, diqqət, baxın, bütün məsələlərin bəlkə də ən incə məqamı budur. Sualda sizdən hüceyrə soruşulur, yoxsa blastomer. Əgər hüceyrə deyirsə, deməli söhbət lap başdan o tək zigotdan gedir. Yəni, birdən başlayırıq. Amma blastomer deyirsə, artıq zigotu yox, ondan yaranan ilk 2 hüceyrəni nəzərdə tuturuq. Bu balaca fərq, inanın mənə, cavabı tamamilə dəyişir. Deməli, gəlin birinci hala baxaq. Soruşulur ki, neçə hüceyrə bölünüb? Məntiq çox sadədir. Sonda 128 hüceyrəmiz var, düzdür? Başda isə cəmi bircə dənə, yəni zigot var idi. Deməli, sondakı rəqəmdən o tək başlanğıcı çıxırıq. Və cavabımız da hazırdır. 127. Yəni ki, 128 hüceyrənin yaranması üçün o ilkin hüceyrə də daxil olmaqla cəmi 127 hüceyrə bölünmə prosesində iştirak edib. Yaxşı, bəs sualda blastomer soruşulsa necə? Məntiq eynidir, amma bu dəfə start nöqtəmiz fərqlidir. Biz artıq zigotdan deyil, ondan yaranan ilk 2 blastomerdən sonraki bölünmələrdən danışırıq. Ona görə də yekun rəqəmdən, yəni 128-dən o ilkin 2 blastomeri çıxmalıyıq. Bu da bizə 126 rəqəmini verir. Fərqi görürsünüz, 127 və 126. Sadəcə bir sözə görə cavab dəyişdi. Həqiqətən də sadədir. Əsas odur ki, diqqətli olasan. Yaxşı, ümumi sayı tapdıq. İndi gəlin, biraz daha dərinə gedək, məsələni daha maraqlı edək. Axı, bütün bölünmələr eyni deyil. Biz onları 2 növə ayıracağıq. Uzununa bölünmələr və eninə bölünmələr. Xatırlayırsınız, o bayaqki yol xəritəmiz, baxın ora qayıtsaq görərik ki, uzununa bölünmələr məhz bu mərhələlərdə baş verir. 1 hüceyrə olanda, 2, 8 və 32 hüceyrə olanda. Belə olan halda uzununa bölünən hüceyrələrin sayını tapmaq üçün nə edirik? Çox sadə, həmin mərhələlərdəki hüceyrə saylarını toplayırıq. Yəni, 1, üstəgəl 2, üstəgəl 8, üstəgəl 32 və salam. İndi də eyni məntiqlə gəlin eninə bölünmələrə baxaq. Yol xəritəmizə nəzər salsaq, aydınca görərik ki, eninə bölünmələr 4, 16 və 64 hüceyrəli mərhələlərdə baş verir. Burada isə maraqlı bir detal var. Fikir verin, zigot, yəni o ilk hüceyrə, heç vaxt eninə bölünmür. Ona görə də eninə bölünmələrdən danışanda sualda hüceyrə və ya blastomer deyilməsinin heç bir fərqi yoxdur. Çünki söhbət onsuz da zigotdan sonraki mərhələlərdən gedir. Ona görə də 4, 16 və 64-ü toplayırıq və cavab hər iki halda eyni alınır. 84. Yaxşı, bura qədər hər şey aydındırsa, indi gəldik ən vacib fərqə. Əgər bunu başa düşsəniz, demək olar ki, bütün sualları həll edə biləcəksiniz. Söhbət bölünməyə məruz qaldığıyla bölünmədən əmələ gəldi ifadələri arasındakı fərqdən gedir. Fikir verin, bu sadəcə bir perspektiv məsələsidir. Məruz qaldı sualı prosesdən əvvəl nə baş verdiyini soruşur, yəni hansı ana hüceyrələr bölünməyə başladı, əmələ gəldi sualı isə prosesdən sonra nə baş verdiyini soruşur, yəni bu bölünmənin nəticəsində hansı qız hüceyrələr yarandı. Biri girişdir, digəri çıxış. Yaxşı, gəlin praktikada baxaq. Sual belədir. Uzunla bölünmədən neçə hüceyrə əmələ gəldi?
Deməli, biz artıq bölünən hüceyrələrə yox, onların nəticələrinə baxmalıyıq. Yəni, bir zigot bölündü, nəticədə 2 hüceyrə əmələ gəldi. 2 blastomer bölündü, 4 əmələ gəldi. 8-dən 16, 32-dən isə 64. İndi bu nəticələri cəmləyirik. Bu rəqəmləri toplayanda isə 86 alırıq. Yadınızdadır, uzunluğuna bölünməyə məruz qalanlar 43 idi, amma onlardan əmələ gələnlər 86 oldu. Fərq 2 qatdır, çox böyük fərqdir. İndi isə keçək eninə bölünmələrə. Məntiq tamamilə eynidir. Yenə də prosesin özünə yox, onun nəticəsinə fokuslanırıq. 4 blastomer bölündü, nəticədə 8 əmələ gəldi. 16-dan 32, 64-dən isə 128. Gəlin bu nəticələri toplayaq. Və yekun rəqəmimiz 168. İndi yəqin ki, tam aydın oldu. Sualdakı o bircə kəlmənin məruz qaldı və ya əmələ gəldi, cavabı necə köklü şəkildə dəyişdirdiyini gördünüz. Beləliklə, bütün bu öyrəndiklərimizi indi gəlin bir yerə cəmləyək. Qarşınızda bu tip istənilən məsələni demək olar ki, gözü yumulu həll etmək üçün sizin əsas açarınız, belə deyək, bütün alətlərin olduğu bir dəst. Bax, bu cədvəl sizin şparqalkanızdır. İmtahanda sualı oxuyursunuz, açar sözü tapırsınız, hüceyrə məruz qaldı, blastomer əmələ gəldi və salam. Cədvələ baxıb düzgün hesablama metodunu seçirsiniz və cavab hazırdır. Hər şey bu qədər sadədir. Biz bugün bütün bu prosesin riyaziyyatını, necəsini və nə qədərini öyrəndik. Amma bu bizi daha dərin, daha fundamental bir suala getirir. Bəs niyə? Yəni, hüceyrə hər adam bilir ki, məhz indi uzununa, amma növbəti dəfə eninə bölünməlidir. Ona bu əmri verən bioloji siqnallar nədir? Mən bugün sizi məhz bu sualla baş-başa buraxmaq istəyirəm. Çünki əsl elm cavabları bilməklə yanaşı, həm də doğru sualları vermək sənətidir.